vuruşubdur. Yəni Quranda Tövbə surəsinin 5-ci ayəsi, nə bilim, digər ayə heç bir ateistə aid deyil. Hansı kafirləri? Ateistləri deyir, yox vallahi ateist deyil. Allah and olsun, billahi və tillahi ateist aidiyyatı yoxdur yəni. Dəqiq deyirəm ha, ateizmlə heç bir əlaqəsi yoxdur yəni. Deməli, hədis inkarçılarının dininə görə ateist kafir deyil. İzləyin, baxın, əlbəttə ki, onlar hədis inkarçısı deyil. Onlar Quran inkarçısıdır. Quranda o qədər ayələr var ki, Allahın ayələrini inkar edənlər, cəhənnəmi, cənnəti, peyğəmbərləri, hökmləri, qanunları, şəriətin qanunlarını, Allahın qanunlarını inkar edənlər kafirdirlər. Subhanallah. Bu hədis inkarçıları nəinki hədis inkarçılıqla məşhur oldular, həmçinin Allahın ayələrini inkar edərək ateistlər kimi kafir oldular. İzləyin, paylaşım eləyin. Bir dənə də sualım var sənə. Əlbəttə, buyur, başqa sualını da ver, dinləyirəm və... Bir müsəlman durdu dedi ki, ateistlər kafir deyil. Bir müsəlman durdu dedi ki, ateistlər kafir deyil. Bu Quran-ı Kərimə görə zid sözdür, yoxsa yox? Ancaq Quran-ı Kərimdən danış. Quranda birbaşa olaraq bir müsəlmanın ateistlərin kafir olmaması barədə açıq bir ayə ilə zidd olması xüsusi qeyd edilmiş. Lakin ümumi olaraq Allahın varlığını inkar edənlər kafir sayıldığı üçün bu cür sözlər Qurana zidd mövqeyi kimi qəbul edilə bilər. Mən bir müsəlmanam. Mən desəm ki, yox, ateistlər kafir deyil. Mənim hökmüm Qurana görə nədir? Qurana əsasən, əgər bir müsəlman Allahın varlığını inkar edənlərin kafir olmadığını deyirsə, bu ciddi bir iman məsələsinə zidd ola bilər. Bu halda iman zəifləyir və bu klassik təfsirlərdə dindən çıxma riski kimi görülür. Deməli, hədis inkarçısı olan bir nəfər, bəli, hədis inkarçısı olan bir nəfər etiraf edir ki, ateistlər kafir deyil. Halbuki biz bilirik ki, ateistlər özü də bilir. Çox maraqlıdır ki, ateistlərin özü də bilir ki, Quran-ı Kərim, İslam dini ateistlərə kafir deyil. Amma özünün İslama nisbət eləyən hədis inkarçıları deyir ki, ateistlərə kafir deməyin. Nədir? Qardaşındır sənin. Subhanallah. Hədisləri inkar edə getdiniz. İndi də Allahın ayələrini inkar edə getdiniz. Mən onun üçün demişəm ki, sizə Qurani demək olmaz. Sizin üçün bir fəxirdir. Baxın, siz bu ayələrə görə siz kafirsiniz. Allahın ayələri var. Peyğəmbərləri inkar eləyənlər kafirdir. Allahı inkar eləyənlər kafirdir. Allahın ayələrini inkar eləyənlər kafirdir. O qədər ayələr var ki, siz bunu bilə-bilə ateistlərlə gizli olaraq nə işiniz var? Hansı işi Azərbaycanda görmək istəyirsiniz? Abdülhakimin dinində olanlar ateistlərlə birləşdilər. Onlar da özlərini inanclı olaraq göstərmişdilər. Ateistlər sizə nəyi vəd eləyib? Hansı bir dünyavi malın qarşılığında siz dediniz ki, ateistlər kafir deyil. Nə veriblər sizə? Ahirəti satdınız. Subhanallah. Allahu Ekber. Siz deyirsiniz ki, bizə Quran yetər. Siz deyirsiniz ki, biz Quranla gedirik. Hanı Quranla getməyi biz? Quranda o qədər ayələr var ki, Allahın ayələrini inkar edənlər kafirlərdir. Peyğəmbərləri inkar edənlər kafirlərdir. Allahı inkar edənlər kafirlərdir. Sizə hansı məbləğdə pul verdilər ki, dininizdən döndünüz? Allah həmd və şükürlər olsun ki, sizi biz ifşa eləyəcəyik. Hədis inkarçılarının çoxu, hədis inkarçıların bəli çoxu, bu kimi insanların sırasında dayanan insanların hamısı pulla alınmışdı. Bəli. Deyəcəksən şər atıram, bəs nədir? Deyirsən ki, Quranla gedirəm. Quran-ı Kərimdə ayələr var axı orada.
ayələr var ki, Allah'ı inkar edenler kafirler, peygamber inkar edenler kafirler, İslam dinini inkar edenler kafirler, cennet ve cehennemi inkar eden kafirler. O kadar ayələr var. Bu ayələri siz görmediniz. Ha? Allah həmd olsun. Həmd olsun Allah'a ki kanalıma abone olun. Kanalıma abone olun ki bu yalancıları ifşa eləyək. Lütfen paylaşın. Lütfen paylaşın. Bunlar Azərbaycanda İslam dinini üzerinden keçmək istəyirlər. İslam dinini təhrif etmək istəyirlər. Hələlik 3 dənə qrup, hələlik daha doğrusu 2 dənə qrup, 2 dənə qrup birləşiblər ateistlərlə. Hədis inkarçıları birləşiblər ateistlərlə və həmçinin də Abdülhaşimin dinində olan insanlarsa ateistlərlə birləşiblər. 3 dənə bir xət var ki, İslam'a qarşı, bizim millətə qarşı üsyan eləyiblər. Bunların qarşısını almaq lazımdır. Lütfen paylaşım edin. Lütfen paylaşım edin ki, bunların qabağını alaq. Kanalıma abone olun. Kanalıma abone olun ki, bunların yalanını açıram və ifşa edirəm və paylaşım edin. Kanalıma abone olun.